bazardan almayın deyirəm. Açıq satırlar belə paketlərdə, nə bilim, Bax, o ayaqlı paketdə başı. satılan nədir? O müəllim qeyd elədiyi kimi. O da broilerdir də faktiki olaraq. Amma Yox, o broiler amma deyil. necə- Yəni- Onun adı üzr broiler istəyirəm, deyil. bitirin, Onun adı üzr broiler istəyirəm. deyil, bilin də. Yox, yəni O şeydir. serebristi deyirik, biz kremlin deyirik, Ola kət bilər, toyuğuna mən uyğun. O broiler broiler yetişdirmə tamamilə deyirəm. fərqli şey. Nəzarətsiz, nəzarətsiz. Yəni Nəzarətsiz- nədir? Onun sıxıntısı nədir? Yetişdirməli. Əvvəla toyuğun istehsal prosesi zamanı mən əvvəl BIP-nin bir şirkəti var idi. Oranın qida rasionlarına baxırdım. Orada toyuq -13-dən aşağı olanda biz qəbul etmirdik. Aha, xəstəliyinə görə, yəni problem ola bilər. Bəli. -13. Donu. Hə, donu. -13-dən aşağı icazə Nəmliyini yox nə idi. qədər qəbul edir? Yox, bizə donuqun yoxlayırdılar ki, donmasın. Yoxlayırsınız -13-dən aşağıca. Elə nəmlik 13-dür, doğru deyirsiniz. Hə, O nəmlik deyil. Deməli, məsələ burada o bazarda olan birinci şoklanmayıb. Aha. İkincisi zəncir pozulub, donma prosesi olsun, gətirilmə olsun, daşınma olsun, belə piş taxtada düzülməsi Bəli. olsun. Yəni mən deyirəm bir şey ki, broiler alırsan. Amma ki, ən azından düzgün standartlara uyğun markası, şirkəti bəlli olan broiler al.